Deməli, uşaqlar, Qaraqoyunlu dövləti. Hansı ki, bu Qaraqoyunlu dövləti Azərbaycanın ən böyük dövlətlərindən biri olmuşdu. İlk olaraq biz bu Qaraqoyunlu tayfalar haqqında danışaq. Görək, hardan gəliblər bunlar Azərbaycana. Deməli, uşaqlar, Qaraqoyunlu tayfası bildiyimiz Oğuz tayfasının Baharlı nəslindəndir. Yaxşı. Yadınızdadsa biz Oğuz tayfasını başqa yerdə də görmüşdük, Səlcuqlarda. Demişdik ki, Səlcuqlarda Oğuz mənşəli tayfadır. Səlcuqlar isə Oğuzların qınıq boyundan idi. Qaraqoyunlular Baharlı boyundandır. Sonra indi Ağqoyunlu keçəcək. Ağqoyunlular Bayandurlu boyundandır. Yaxşı. Deməli, bu Qaraqoyunlu tayfaları əsasən uşaqlar baxın Van gölünün ətrafında, baxın bu ərazilərdə yaşayırdılar ilk vaxtlar və Qaraqoyunlu tayfalarına hansı tayfalar daxil idi? Ağacərlilər, Türkmənlər, Sərdilər, bir də ki Baharlılar. Qaraqoyunlu tayfasının əsasını Baharlılar təşkil edirdi, adından da, nəsildən də bilindiyi kimi. Bu Ağacərlər 5-ci əsrdə Azərbaycana gəlmişdilər və Xalxal bölgəsində Azərbaycanda Xalxal bölgəsində yaşayırdılar. Türkmənlər 7-ci əsrdə Azərbaycana gəlmişdilər. Sərdilər Naxçıvan və Sürməli ərazisində yaşayırdılar. Baharlılar da dediyimiz kimi Qaraqoyunlu tayfasının əsasını təşkil edirdilər. Deməli, ilk olaraq biz Qaraqoyunlu bəyliyindən danışaq. Deməli, bu Qaraqoyunlular Van gölünün ətrafında, baxın yenə Van gölünün ətrafında mərkəzi Van şəhəri olan Qaraqoyunlu bəyliyinin əsasını qoydular. Və bu Qaraqoyunlu bəyliyinə də kim başçılıq etdi? Bayram Xoca başçılıq etdi. Elə B hərfi ilə yadda saxlayın. Qaraqoyunlu bəyliyini Bayram Xoca yaratdı. Yaxşı. Bu bəylik 14-cü əsrin 70-ci illərində yaranmışdı və daha sonra bu Bayram Xoca öz hakimiyyətini Ərzincana, Sivasa və Şərqi Anadoluya yaymışdı. Yəni, müasir dövrümüzdəki Türkiyənin bir sıra ərazilərinə də yaymışdı. Bayram Xocadan sonra hakimiyyətə gələcək Qara Məhəmməd. Qara Məhəmməd isə uşaqlar Qaraqoyunlu feodal hakimliyinin əsasını qoyacaq. Elə o da 14-cü əsrin sonlarında. Deməli, uşaqlar, bunlara aid bir-iki məqamda deyim. Bayram Xoca vaxtı ikən Cəlaliri hökmdarı Şeyx Vezin Təbrizdəki sarayında əmir kimi fəaliyyət göstərmişdi. Qara Məhəmməd isə vaxtı ikən Cəlaliri hökmdarı Sultan Əhmədlə qohumluq əlaqələri yaratmışdı. Çünki niyə uşaqlar? Baharlılar Azərbaycana gələndə Azərbaycan hansı dövlətin tərkibində idi? Cəlaliri dövlətinin tərkibində idi 14-cü əsrin ikinci yarısında. Baxın ona görə. Deməli, uşaqlar, Qara Məhəmməddən sonra Qaraqoyunlu feodal hakimliyində hakimiyyətə Qara Yusif gəlir 1389-cu ildə. Yaxşı. Bu zaman Qara Yusif Azərbaycanda öz hakimiyyətini möhkəmləndirmək istəyirdi, lakin bunu edə bilmirdi. Səbəb də nə idi? Çünki rəqibləri var idi. Teymurilər idi, Cəlalilər idi, yeni yaranan Ağqoyunlu bəyliyi idi. Bunlar Azərbaycan uğrunda nə edirdilər? Mübarizə aparırdılar. Qaraqoyunlular da bu mübarizəyə qoşulur. Yəni 4 dövlət və feodal hakimliyi Azərbaycan uğrunda başlayırlar mübarizəyə qoşulmağa. Bu zaman Qara Yusif Teymurləri Azərbaycandan qovmaq üçün özünə müttəfiq axtarır. Bu müttəfiqlərdən biri də kim olur? Sultan Əhməd olur. Cəlaliri hökmdarı Sultan Əhməd. Cəlaliri hökmdarı Sultan Əhmədlə Qara Yusif nə edirlər? Teymurlərə qarşı ittifaq yaradırlar, dostlaşırlar. Bu zaman Qara Yusif Ağqoyunlu bəyliyinə, yəni Ağqoyunlu feodal hakimliyinə də məktub göndərir ki, deyir, sən də türksən, sən də Oğuzsan, mən də Oğuzam, mən də türkəm. Gəl birləşək, Teymurlərə qarşı nə edək? Mübarizə aparaq. Lakin bu zaman Ağqoyunlu bəyliyinin hakimi Qarayuluq Osman bəy bu təklifi nə edir? Rədd edir. Gedir tam tərsi Teymurlərlə yaxınlaşır, Əmir Teymurla yaxınlaşır. Həmçinin uşaqlar, Qara Yusif bu zaman Osmanlı sultanı 1-ci Bəyazitlə də dostlaşmışdı. Yaxşı. Deməli, Qara Yusifin müttəfiqləri kim oldu? Cəlaliri hökmdarı Sultan Əhməd, bir də ki, Osmanlı sultanı 1-ci Bəyazid idi. 1394-cü ildə Bağdad yaxınlığında Bağdad döyüşü olur Qaraqoyunlularla Teymurlər arasında. Teymuri hökmdarı təbii ki də Əmir Teymurun dövrü idi. Qaraqoyunlularda isə Qara Yusif, bir də onun müttəfiqi olan, dostu olan Sultan Əhməd idi. Bu döyüşdə təbii ki də Əmir Teymur qalib gəlir. Qara Yusiflə onun müttəfiqi məğlub olur. Bu zaman Qara Yusiflə Sultan Əhməd qaçırlar, gedirlər kimə sığınırlar? Digər dostlarına. Yəni ki, Osmanlı sultanı 1-ci Bəyazidə sığınırlar. 1-ci Bəyazidin sarayına qaçırlar.
Təbii ki də bu zaman Əmir Teymur 1-ci Bəyazıda məktub göndərir ki, deyir, səndə 2 dənə əmanətim var mənim. Qara Yusiflə Sultan Əhməd deyir, gətir onları qaytar mənə. 1-ci Bəyazıd da yaxşı dost olduğuna görə Sultan Əhmədlə Qara Yusifi təslim vermir Teymura. Elə bu da sonradan uşaqlar Teymurilərlə Bəyazıd arasında Ankara döyüşünə gətirib çıxaracaq. Bu da bir başqa mövzudur. Osmanlıda keçəcək. Bu heç bunu qoyaq qırağa. Dediyimiz kimi 1-ci Bəyazıd Sultan Əhmədlə Qara Yusifi təslim eləmir Əmir Teymura. Sonra Ankara döyüşü olur 1402-ci ildə. Ankara döyüşündə Əmir Teymur Bəyazıdı məğlub edir. Bu zaman Qara Yusiflə Sultan Əhməd təzədən gedirlər indiki Misrə qaçırlar. Amma Misir hökmdarı Bəyazıd kimi sadiq olmur. Bunları pul müqabilində verir Əmir Teymura. Əmir Teymur da Qara Yusiflə Sultan Əhmədi cəzalandırmaq üçün onları neyinir? Atır zindana. Lakin 1405-ci ildə bilirik ki, Əmir Teymur vəfat edir. Əmir Teymur vəfat edəndən sonra Qara Yusiflə Sultan Əhməd zindandan qaçırlar, gəlirlər təzədən Azərbaycana və mübarizəni davam etdirirlər. Azərbaycan uğrunda mübarizəni. Bu zaman 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahillərində döyüş olur. Qara Yusiflə Teymurilər arasında. Bu zaman artıq Əmir Teymur yoxdur. Əmir Teymur vəfat edib. Teymuri ordusuna Əmir Teymurun nəvəsi Miranşahın digər oğlu olan Əbubəkir başçılıq edirdi. Təbii ki də döyüşdə kim qalib gəlir? Qara Yusif qalib gəlir və Əbubəkir məğlub edilir. 1408-ci ildə yenidən döyüş olur, Sərdurud döyüşü. Hara yaxınlığındadır, sual versə uşaqlar, xəritədə sizə bu ərazini soruşsa, Təbriz yaxınlığında deyəcəksiniz olub Sərdurud döyüşü, yaxşı. Yenə bu döyüşdə Qara Yusiflə Teymurilər arasında, yəni ki, Əbubəkir arasında olur. Yenə də Qara Yusif qalib gəlir və uşaqlar, Əbubəkir tam şəkildə məğlubiyyətə uğradılır. Bu sözü yaddan çıxartmayın. Yəni sizə sual versə ki, Əbubəkirin tam şəkildə məğlubiyyətə uğradılması hansı döyüşdür? Sərdurud döyüşüdür. Və bu döyüş nəticəsində Miranşah da öldürülür. Sərdurud döyüşünün Azərbaycan üçün çox böyük əhəmiyyəti olur. Çünki Sərdurud döyüşü nəticəsində Teymurilər Azərbaycanın cənub torpaqlarından qovulurlar və bununla da bütün Azərbaycan torpaqlarında Teymurilərin hakimiyyəti başa çatır. Deməli, uşaqlar yenə nəyə diqqət eləməlisiniz? Teymurilərin Azərbaycanın şimalından qovulması, hansı ki 1405-ci ildə Kür döyüşü olmuşdu. Birinci Şirvanşah 1-ci İbrahimlə Teymurilər arasında, yəni Ömər arasında, yəni Əbubəkirin digər oğlu arasında, yadınızdadır. Baxın, o döyüş nəticəsində Teymurilər Azərbaycanın şimal torpaqlarına, yəni ki, Şirvanşahlardan qovulmuşdular. Sərdurud döyüşü nəticəsində də cənubdan qovulurlar və bununla da bütün Teymurilərin Azərbaycandakı hakimiyyəti başa çatır. Deməli, biz dərsin əvvəlində dedik ki, Qara Yusiflə Sultan Əhməd, yəni Cəlalirə hökmdarı Sultan Əhməd çox qəşəng dostuydular, dizi bacıydılar. Lakin biraz keçdikdən sonra, yəni Sərdurud döyüşündən sonra Qara Yusiflə Sultan Əhməd arasında münasibətlər biraz pisləşməyə başlayır. Bunun da 3 dənə səbəbi var idi uşaqlar. Birincisi, Qara Yusifin Teymurilər üzərində qələbəsi. İkincisi, Qara Yusifin əhali arasında nüfuzunun artmasıydı. Və biz buradan görürük ki, Sultan Əhməd qəşəng dost olmayıb. Nə üçün? Çünki bu uğurlarına görə Qara Yusifi qısqanırdı. Biz bilirik ki, dost dediyimiz uğurları qısqanmamalıdır. Üçüncü səbəb də ki, Sultan Əhməd Qara Yusifə demişdi ki, Həmədan yaylalarını mənə ver. Ərazidir də, ərazi söhbət deyəcək eləməyəcək ki, səndən dostluq biz bir yerdə çörək kəsmişik. Ona görə deyir ki, sən Həmədan yaylalarını mənə ver, amma Qara Yusif bu təklifi neyinir? Rədd edir. Həmədan yaylalarını Sultan Əhmədə vermir. Ona görə də Sultan Əhmədlə Qara Yusif arasında münasibətlər korlanır, pisləşir. Elə bu da 1410-cu ildə gətirib döyüşə səbəb olur. Əsəd döyüşü olur. Deməli, Əsəd döyüşü neçənci ildə oldu? 1410-cu ildə. Kimlər arasında oldu? Qara Yusiflə Sultan Əhməd arasında, yəni Cəlalirə hökmdarı. Kim qalib gəldi desək, təbii ki də Qara Yusif qalib gəlir. Yenə sizə sual versə ki, Əsəd döyüşünün baş verdiyi ərazini xəritədə göstərin, yenə qaçıb gedib Təbrizi götürürsünüz. Yaxşı, baxın Təbriz. Həm Sərdurud döyüşü, həm də Əsəd döyüşü Təbriz yaxınlığında baş verib. Deməli, Əsəd döyüşündən sonra Qara Yusif Cəlalilər dövlətində varlığına son qoyur və 1410-cu ildə Əsəd döyüşündən sonra Cəlalilər dövləti süqut edir. Elə 1410-cu ildə Cəlalilərin yerində hansı dövlət yaranır? Qaraqoyunlu dövləti yaranır və paytaxtı da elə Təbriz şəhəri olur. Elə bir dənə paytaxtı var. Gəldik burada əsas məqama. Baxın, əsas siz bura diqqət eləməlisiniz.
Deməli biz buradan görürük ki, Qaraqoyunlu dövləti haçan yarandı? 1410-a qədər. Bəs biz sual verə bilərsiniz ki, bəs müəllim biz buna qədər nə oxuyurduq? Bayaq dedik axı, biz 1410-a qədər feodal hakimlikdən danışırdıq. Qaraqoyunlu feodal hakimliyindən danışırdıq. Hələ dövlət olmamışdı. Yaxşı. Ona görə siz burada nəyə diqqət etməlisiniz? Baxın, Bağdad döyüşüdür. Araz çayı yaxınlığında döyüşdür, Sərdurud döyüşüdür, hətta Əsəd döyüşünün özüdür. Bunların heç birində siz Qaraqoyunlu dövləti deyə bilməzsiniz. Çünki hələ dövlət yaranmayıb. Siz 1410-dan sonra dövlət deyəcəksiniz. Bunların hər birində, bu döyüşlərin hər birində Qaraqoyunlu feodal hakimliyi deməlisiniz. Yaxşı? Buna diqqət edin. Və yaxud da ki, hökmdar Qara Yusif də deyə bilməzsiniz. Çünki hələ hökmdar deyil axı burada. Feodal hakimliyin başçısıdır. Hökmdar haçan olacaq? Dövlət yaranandan sonra olacaq. Baxın, bunlara çox-çox xüsusi diqqət edin. Testlərdə 90% bu çıxacaq sizin qarşınıza. Yaxşı? Əsəd döyüşü oldu. Sonra Sərdurud döyüşü oldu. Bağdad döyüşü oldu. Bunların heç birində Qaraqoyunlu dövləti qalib gəldi, nə bilim, məğlub oldu deyə bilməzsiniz. Feodal hakimlik. Bu qədər. Hətta uşaqlar, hətta Cəlalilərin süquta uğradılması belə Qaraqoyunlu dövlətinə düşmür, feodal hakimliyinə düşür. Cəlali süqut edəndən sonra çünki Qaraqoyunlu dövlət olacaq. Yaxşı, yəni bu ardıcılığı yadda saxlayın. Birinci Əsəd döyüşü, sonra Cəlalinin süqutu, sonra Qaraqoyunlu dövlətinin yaranması. Bildik? Məncə başa düşdük hamımız. Deməli, dediyimiz kimi Qaraqoyunlunun bir dənə paytaxtı olub, o da ki Təbrizdir. Təbriz çox dövlətin paytaxtı olub, çoxun keçmişi demək olar ki, hamısını sizdən bir-bir soruşacağam. Bildiniz? Təbriz hansı dövlətlərin paytaxtı olub? Gedin təkrarlayın onu. Deməli, uşaqlar, Qara Yusif dövləti yaradandan sonra dediyimiz kimi paytaxtın Təbrizidir. Baxın, uşaqlar, dövlətin paytaxtı Təbrizdirsə, xəritədə də baxaq. Bu dövlət Azərbaycanın şimalında yaranıb, yoxsa cənubunda? Təbii ki də Təbriz cənubdadır da. Ona görə də Qaraqoyunlu dövləti Azərbaycanın cənubunda yaranmışdı ilk vaxtlar və hakimiyyəti də Azərbaycanın cənub torpaqlarını əhatə etdirdi. Hətta belə də yadda saxlaya bilərsiniz. Baxın, Kür çayından cənubdakı torpaqlar, yəni ilk yarananda hakimiyyəti Kür çayından cənubdakı, yəni aşağıdakı torpaqları, baxın, Şərqi Anadolunu, bir də ki, baxın, görürsünüz, bura haradır? Ərəb İraqını əhatə edirdi. Yaxşı. Yəni ki, Kürdən şimal, baxın, Kürdən şimal deyəndə haradır? Şirvanşahlar. Buranı əhatə etmirdi ilk vaxtlar. Yaxşı, Kürdən cənubdakıları, yəni Kürdən aşağına. Bunu həmişə demişəm sizə. Kürdən şimal deyirsə Şirvanşahlardan söhbət gedirdi. Çünki baxın, müasir respublikamızı, yəni ki, Şimali Azərbaycanı, xəritədə baxın, Şimali Azərbaycan yerinə bura nəzərdə tutulur. Şimali Azərbaycanı iki yerə bölən çay Kürdür. Baxın, Kür. Kürdən yuxarıda Şirvanşahlar ərazisidir, Şamaxı falandır. Amma ümumilikdə bütün Azərbaycanı iki yerə bölən çay, baxın, Arazdır. Bura Şimali Azərbaycan, burada ki, Cənubi Azərbaycan. Baxın, bunu artıq mən dəfələrlə demişəm, yenə də deyirəm. Səhv eləməyin bunu. Görürsünüz, xəritədə də çox düşür bu sual. Deməli, Qara Yusif hakimiyyətə gələndən sonra ilk islahatlar keçirmək olur, dövləti möhkəmləndirmək olur. O, hərbi sahədə islahat keçirdir. Deməli, nə edir? Atlı qoşun yaradır, güclü atlı qoşun yaradır. Ordunun gücünü daha da artırır. Daha sonra feodalları öz tərəfinə çəkmək üçün onlara torpaq paylayır. Həmin torpağın da adı olur soyurqal. Çünki uşaqlar, biz bundan əvvəl bilirdik ki, hərbi xidmətə görə torpaq iqtaydı, düzdür, hansı ki ərəbdən qalmışdı. Amma bu torpaq 15-ci əsrdə ləğv ediləcək, yəni iqta torpağı, bu adlanacaq soyurqal. Yəni 15-ci əsrdə hərbi xidmətə görə verilən torpaq nə oldu? Soyurqal oldu. Və soyurqalın iqtadan fərqi var idi. Soyurqal irsən, rahat şəkildə irsən keçə bilərdi və onun sahibi vergilərdən azad idi. Yaxşı. Qara Yusif də əhalini öz tərəfinə çəkmək üçün, yəni feodalları, varlıları öz tərəfinə çəkmək üçün çoxlu soyurqal paylamışdı. Bunu yadda saxlayaq. Yəni ki, 15-dən sonra siz iqta sözü oxuya bilməzsiniz. Gedib məntiqsiz belə səhvlər eləməyin mən üçün, xahiş edirəm. 15-dən sonra, yəni sırf 15-ci əsrdə soyurqaldı hərbi xidmətə görə. İqtanın daşını atdıq biz. Deməli, bir də ki, bu Qara Yusif öz oğlu Pirbudağı sultan elan edir. Yaxşı, yəni Qaraqoyunlu dövlətində sultan kimdir desə, deyəcəksiniz ki, Pirbudaqdır. Özün eləmir, oğlun edir sultan. Fədakar atadır, elə yadda saxlayın. Deməli, bayaq da dediyimiz kimi, Qara Yusif Azərbaycanın şimalın, yəni ki, Kür çayından şimaldakı torpaqları, Şirvanşahları tuta bilməmişdi. Sadəcə
Kürdən cənubdakı torpaqları tabe etmişdi və Qara Yusifin də ən böyük arzularından biri vahid Azərbaycan dövləti yaratmaq idi. Ona görə də Qara Yusif Şirvanşahlara bir məktub göndərir. Həmin vaxtda Şirvanşah hökmdarı kim idi? 1-ci İbrahim idi. 1-ci İbrahimə deyir ki, gəl öz xoşunla mənim hakimiyyətimi qəbul elə. Qaraqoyunluya tabe ol. Təbii ki, də İbrahim buna nə edir? Rədd cavabı verir. Və bundan sonra Qaraqoyunlularla Şirvanşahlar arasında münasibətlər pisləşir. Sizə sual versə ki, bu münasibətlərin pisləşmə səbəbi nə idi? Baxın, elə birincisi 1-ci İbrahimin rədd cavabı verməsi, ikincisi 1-ci İbrahimin 1407-ci ildə Gürcüstana yürüyüş edib Şərqi Gürcüstanı tutması, bu əsəbləşdirmişdi Qara Yusifi. Üçüncüsü də ki, Əsəd döyüşündə 1-ci İbrahimi Sultan Əhmədə kömək etməsi. Hətta öz oğlu Keymərsi də göndərmişdi Sultan Əhmədə köməyə. Təbii ki, də bu səbəblər Qara Yusifi əsəbləşdirir və 1412-ci ildə Kür çayı sahilində 1-ci İbrahimlə Qara Yusif arasında döyüş baş verir. Bu döyüşdə uşaqlar Qara Yusifin 2 dənə müttəfiqi var idi. Təbii ki, də biri bildiyimiz Seyid Əhməd idi, Şəki hakimi. İkincisi də Gürcü çarı idi. Kim idi? Nədir onun adı? Konstantin idi. Kartli çarı, yəni Gürcü çarı Konstantin idi. Döyüşdə təbii ki, də İbrahim məğlub olur, onun müttəfiqləri də ayrılıqda məğlub edilir, Qara Yusif qalib gəlir. Və bu zaman Gürcü çarı və onun 300 adamı Qara Yusif tərəfindən ələ keçirilir və hamısı edam etdirilir. Hətta bu zaman Qara Yusif 1-ci İbrahimi də ələ keçirmişdi. Hətta onu da edam etdirmək istəyirdi. Lakin Təbrizdəki sənətkarlar, tacirlər dedilər ki, öz adamımızda etmə, eləmə. Ona görə Qara Yusifə 120 min tümən pul verdilər. Bunun müqabilində də Qara Yusif İbrahimi buraxdı. Və bu Kür çayı sahilindəki döyüşdən sonra Şirvanşahlar dövləti də Qaraqoyunlu dövlətinə tabe edildi. Və yaxud da ki, bunu sizə necə deyəcək? Kür çayının şimaldakı torpaqlarda tabe edildi. Və suala düşəndə də adətən çətinləşdirir, asan şəkildə salmır. Deyir ki, Qara Yusif Kür çayından şimaldakı torpaqları neçənci ildə özünə tabe edib? Avtomatik Şirvanşahları gətirin ağlınıza. 1412-də Kür çayı sahilindəki döyüşdə. Baxın, Kür çayı sahilindəki çoxlu döyüş oxumusunuz siz bu günə qədər. Hamısını sizdən bir-bir soruşacağam. Bildiniz? Gedin onları təkrarlayın. Deməli, uşaqlar, bundan başqa Qaraqoyunlu türk mənşəli dövlətsə, bunun da əsas dili nə olacaq? Türk dili olacaq. Dini də nə olacaq? Təbii ki, İslam dini, yəni Azərbaycanda yaranan dövlətdir də. Bir də ki, Qara Yusif Quranı türk dilində tərcümə etdirmişdi. Bunu da yadda saxlayın. Bunu uzun əsəndə də görəcəyik biz. Yaxşı. Deməli, artıq 15-ci əsrin 20-30-cu illərində bizi bir təzə qonaq gözləyirdi. Teymuri hökmdarı Şahrux. Yəni, əl çəkmirdi bu Teymurilər uşaqlar bizdən. Hələ ilk vaxtlar Qara Yusifin dövründən bu Şahrux başlayır Azərbaycana yürüşlər etməyə, Qaraqoyunlularla mübarizələr etməyə. Bunun da 3 dənə səbəbi var idi. Nə üçün Şahruxun Azərbaycana yürüşləri başlamışdı? Birinci səbəb o idi ki, Qaraqoyunlu dövlətinin yüksəlişi Şahruxu narahat edirdi. İkinci səbəb o idi ki, Qara Yusif bütün Azərbaycan torpaqlarına nəzarət edirdi. Bu da onu narahat edirdi. Üçüncü səbəb də ki, vaxtı ikən Qara Yusif getmişdi Şahruxla mübarizədə Sultaniyə ilə Qəzvini almışdı Teymurilərdən. Bu da ki, Şahruxu yandırıb yaxırdı. Yəni, bu 3 səbəbdən Şahrux Azərbaycana yürüş etmişdi. Və Şahrux Azərbaycana yürüş edəndə tək eləməmişdi, müttəfiqləri var idi. Birinci müttəfiqi Ağqoyunlu feodal hakimi idi. Baxın, deyirəm ki, dövlət yox, feodal hakimliyi idi. Bir də ki, Şirvanşah hökmdarı 1-ci Xəllullah idi. Yəni, Şirvanşahlar Qaraqoyunludan yanıqlı idi da uşaqlar. Qaraqoyunlu onu tutmuşdu axı. Ona görə hər fürsətdə Qaraqoyunluya hücum etmək istəyirdilər. Deməli, Şahruxun müttəfiqləri kim oldu? Qaraqoyunlu feodal, Ağqoyunlu feodal hakimliyi, bir də ki, Şirvanşah hökmdarı 1-ci Xəllullah idi. Deməli, ilk vaxtlar Şahruxla Qara Yusif arasındakı bir neçə döyüş olmuşdu. Bu döyüşlərdə Qara Yusif məğlub olmuşdu. 1420-ci ildə Şahrux Azərbaycana yürüş edən zaman qəflətən Qara Yusif vəfat edir döyüş ərəfəsində. Bu zaman Qaraqoyunlu dövlətində vəziyyət qarışır bir-birinə, ölkə başsız qalır. Şahrux da bundan istifadə edib müqavimətsiz şəkildə Qarabağı tutur. Və Qarabağın tutulmasında da Şahruxa 1-ci Xəllullah, Şirvanşah hökmdarı Xəllullah kömək edir. Yaxşı. Qara Yusifdən sonra hakimiyyətə 1-ci İskəndər gəlir, Qara İskəndər. 1420-dən 1436-ya kimi. Qara İskəndərlə Şahrux arasında Alaşket döyüşü olur 1421-də. Yəni, gedib Alaşket döyüşün Qara Yusifə götürməyin. Artıq Yusifi vəfat elətdirdik, öldürdük biz. Alaşket döyüşü İskəndər, Şahrux arasında olur. Və Şahruxun müttəfiqləri, bayaq saydıqlarımız. Təbii ki, də döyüşdə kim qalib gələcək? Şahrux qalib gəlir. Və Şahrux
qalib gələndən sonra Azərbaycanda müəyyən qədər hakimiyyət qurur və ölkəni tərk edir. Qayıdır təzədən öz ölkəsinə. Və burada biz görürük ki, Şahruxla Əmir Teymurun 2 dənə fərqi var. Nədir? Yadınızdadsa Əmir Teymur Azərbaycanı işğal edəndən sonra öz adamlarını qoyurdu bura. Məsələn, Miranşahı falan qoyurdu bura. Özü çıxıb gedirdi işinə. Teymurlar idarə edirdi Azərbaycanı. Amma Şahrux belə etmir. İşğal etdiyi ərazilərdə daimi qoşun saxlamır. O nə edir? Hakimiyyətini yerli hakimlərə tapşırır və onlardan xərac almaqla kifayətlənir. Yəni ki, ölkəni yenə də bizimkilər idarə edir. Sadəcə biz Şahruxa nə ödəyirik? Xərac ödəyirik. Bu qədər. Yaxşı. 1435-ci ildə Şahrux növbəti dəfə, yəni ikinci dəfə Azərbaycana yürüyüş edir. Bu zaman Təbriz yaxınlığında Təbriz döyüşü baş verir. Və uşaqlar, bu döyüşün sırf adı Təbriz döyüşüdür. Yaxşı. Yəni sizə sual versəm ki, Təbriz döyüşü haçan olub, deyəcəksiniz 1435-də. Yenə döyüş Qara İskəndərlə Şahrux və onun müttəfiqləri arasında olur. Döyüşdə təbii ki də yenə də Şahrux qalib gəlir və İskəndəri taxtdan salır. Hakimiyyətə İskəndərin balaca qardaşı olan Cahanşahı gətirir. Deməli, Cahanşahı hakimiyyətə kim gətirdi? Qaraqoyunlularda Şahrux gətirdi. Və bununla da Cahanşahın hakimiyyətə gəlməsi uşaqlar 1436-dır. Bir dəqiqə. Və bununla da 1436-dan 1447-yə qədər, yəni Şahruxun ölümünə qədər Qaraqoyunlu dövləti, yəni ki, Cahanşah Şahruxdan asılı olur, Teymurilərdən asılı hala düşür. Yaxşı. Deməli, uşaqlar bildik ki, 1436-cı ildə Şahruxun vasitəçiliyi ilə hakimiyyətə Cahanşah gəlir və Cahanşah 36-dan 1447-yə qədər Teymurilərdən asılı vəziyyətdə yaşayır. Lakin 47-ci ildə Şahrux vəfat edəndən sonra Cahanşah təzədən nə edir? Müstəqilliyin, dövlətin müstəqilliyini bərpa edir. Bu zaman Cahanşah Şirvanşahlar dövləti ilə dostluq əlaqələri saxlayır, Osmanlı dövləti ilə dostluq əlaqələri saxlayır. Və biz burada görürük ki, Cahanşahın Qara Yusiflə oxşar cəhəti Osmanlı ilə dostluq əlaqəsi saxlamasıdır. Amma fərqli cəhəti nə idi? Şirvanşahla dostluq əlaqəsi. Çünki Qara Yusif Şirvanşahla mübarizə apardı, Cahanşah isə dost olmuşdu. Deməli, bir də Cahanşahın Kiçik Asiyada əsas rəqiblərindən biri Ağqoyunlular idi. Yəni Ağqoyunlular ilə münasibəti yaxşı deyildi və bir neçə döyüşdə Ağqoyunluları hətta məğlub belə etmişdi. Deməli, Cahanşah özünü toplayandan sonra başlayır Teymurilər üzərinə yürüyüş etməyə. Hansı ki, 15-ci əsrin 50-ci illərində ilk olaraq Teymurilərdəki qarşılıqdan istifadə edərək Əcəm İraqını, sonra İsfahanı, Qumu, Yezd və Kirman şəhərlərini ələ keçirdi. Yəni Teymurilərdən alır. Daha sonra 1458-ci ildə Teymurilərin paytaxtı olan Herat şəhəri üzərinə yürüyüş edir. Bu zamanda Teymuri hökmdarı Əbu Səid idi. Yəni ki, uşaqlar, Hülakilərdəki Əbu Səidlə Teymurdakı Əbu Səidi qatıb qarışdırmayın. Ayrı-ayrı adamlardır bunlar. Yaxşı. Deməli, Cahanşah Heratda olarkən buna xəbər gəlir ki, oğlanları Həsənəli ilə Pirbudaq ona qarşı üsyan qaldırıb Bağdadla Təbrizdə. Ona görə də yazıq Cahanşah geri qayıtmağa məcbur olur. Elə 1459-cu ildə Əbu Səidlə müqavilə imzalayır. Herat müqaviləsi. Yaxşı, o müqavilənin adı nə oldu? Herat. Kitabınızda yazmayıb, amma məntiqlə fikirləşəndə tapa bilərsiniz. Bu müqaviləyə əsasən Əbu Səid Cahanşaha təzminat ödəməyə məcbur olur. Və Cahanşah sonra qayıdır öz ölkəsinə, həmin o qiyamlarda yatırır. Bir də uşaqlar, Cahanşahın əsas rəqiblərindən biri Ərdəbil hakimliyi idi. Ərdəbil hakimliyi deyəndə nə nəzərdə tutulur? Səfəvilər, Səfəvi tayfaları, Səfəvi hakimliyi nəzərdə tutulur. Çünki Cahanşah Səfəvilərin nüfuzunun artmasından narahat idi. Ona görə də ki, Ərdəbil hakimi Şeyx Cüneydlə mübarizə aparır. Və 1460-cı ildə Cahanşahla Ərdəbil hakimliyi arasında Samur döyüşü olur. Və bu döyüşdə Cahanşahın müttəfiqi Şirvanşah hökmdarı 1-ci Xəllullah idi. 1-ci Xəllullaha aid 2 dənə hadisə bildir. Həm Şahruxla müttəfiq olub Qaraqoyunluya qarşı, həm də Qaraqoyunlu ilə müttəfiq olub Səfəviyə qarşı. Yəni ikili adam olub da, ikili oynayıb. Yaxşı. Samur döyüşündə də ki, təbii ki də Cahanşah qalib gəlir, Səfəvilər məğlub edilir. Bir də ki, Cahanşah dövləti möhkəmləndirmək üçün bir sıra tədbirlər görmüşdü. Hansı ki, uşaqlar oturaq əhali və iri tacirlərlə
münasibətlərini yaxşılaşdırmışdı, yarımköçmə əmirlərə qarşı isə mübarizə aparmışdı. Testlərdə deyir hansı hökmdar idi yarımköçmə əmirlərə qarşı mübarizə aparan? Baxın, Cahanşah. Bir də ki, Qara Yusif kimi Cahanşah da hərbi islahat keçirtmişdi. Bir də sizə sual versə ki, Cahanşah hansı Osmanlı hökmdarı ilə dostuydu? Baxın, 2-ci Mehmedlə. Çünki 2-ci Mehmed Cahanşahı Ərəb və Əcəm xalqının sultanı, Türk və Deyləm sultanlığının sahibi adlandırırdı. Deməli, dediyimiz kimi Cahanşahın əsas rəqiblərindən biri qonşuluqdakı Ağqoyunlu feodal hakimliyi idi. Elə bu zaman 1467-ci ildə Ağqoyunlu, baxın, feodal hakimliyi, Ağqoyunlu dövləti yox, Ağqoyunlu feodal hakimliyi ilə Qaraqoyunlu dövləti, yəni Cahanşah arasında Muş döyüşü olur. Bu döyüşdə təbii ki də Cahanşah məğlub olur və elə döyüşdə öldürülür. Və bu da bu döyüşdə, yəni Muş döyüşü də Qaraqoyunlu dövlətinin tənəzzülünü sürətləndirir. Yəni gedib səbəb nəticədə Muş döyüşü nəticəsində Qaraqoyunlu dövləti süqut etdi, götürməyin. Sadəcə tənəzzülünü sürətləndirir. Yaxşı. Qaraqoyunlu dövlətinin süqutu isə uşaqlar 1468-dədir, 1 il sonra. Qaraqoyunlu dövlətini Ağqoyunlu feodal hakimliyi, yəni ki, Uzun Həsən kimi bildiyimiz Həsən məğlub edir. Bir də sizə sual versək ki, Cahanşahdan sonra kim gəldi hakimiyyətə Qaraqoyunluda? Həsən Əli gəlib uşaqlar. Həsən Əli. Yəni ki, Qaraqoyunlunun sonuncu hökmdarı Həsən Əlidir. Yaxşı. Və bununla da Qaraqoyunlu dövlətinin varlığına son qoyulur, onun yerində Ağqoyunlu dövləti yaranacaq. Yəni bunlar bir-birinin süqutu uğrayıb yaranıb. Haçan süqut etdi Qaraqoyunlu? 1468-də. Haçan yarandı? 1410-da. Sonuncu hökmdarı kim oldu? Həsən Əli. Bir də bunun diqqətini çatdırım ki, baxın uşaqlar, Qara Yusif dövlətin əsasını qoyub, sülalənin yox. Sülalə görün, Haçandan mövcuddur. Yaxşı, 5-ci əsrdən də o tərəfdən mövcuddur. Yəni, Qara Yusif sülalənin yox, dövlətin əsasını qoyub. Bundan başqa bir dənə də şey deyim sizə. Biz Şirvanşahlarla mübarizəni 2 dəfə görəcəyik. Biri dediyimiz kimi 1412-ci ildə Kürçay sahilindəki döyüşdədir. Bir də Şahrux gələndə, yəni 1421, yəni Alaşqırd döyüşündə. Orada da hardan bildik? Çünki Şahrixin müttəfiqi kim olmuşdu? Şirvanşah 1-ci Xəllullah olmuşdu. Yaxşı, və buradan ortaq cəhət çıxardırsınız ki, 1-ci İbrahimlə 1-ci Xəllullahın oxşar cəhəti nədir? Şirvanşahla, Qaraqoyunlu ilə mübarizədir. Yaxşı.